Ümmətimizin zillətindən danışırıq, başsızlığımızdan danışırıq. Ümmətin torpaqlarında yüz minlərcə insanımızın ölümündən danışırıq. Ümmətin torpaqlarında Allahın sərhədlərinin, şəriətin tapdalanmasından danışırıq. Biz Allahın kitabına baş vurmadıqca itminan tapa bilmərik, rahatlıq tapa bilmərik. Allahın kitabına baş vurmadıqca nə fərdi, nə ictimai həyatımızda biz rahatlıq tapa bilmərik. Cəmiyyətdə davamlı xaos var, davamlı problemdir. Hətta çöldə insanların üzünə baxırsan, insanların üzünə bədbəxtlik yağır. Niyə görə? İnsan olaraq, fərd olaraq, cəmiyyət olaraq Allahın kitabına baş vurmadıqca biz rahatlıq tapa bilmərik. Allahın kitabına baş vurmaqsa, təkrar qeyd edirlər, gözəl bir qarinin səsindən Quran dinləməklə deyil yalnız. Bu da gözəldir. Təbii ki, mömin musiqi zad dinləməz. Allahın kitabını dinləyər. İnsanın gözəl səs dinləməyə ehtiyacı var, oradan da Allahın kitabını dinləyər. Amma Allahın kitabının mənalarını bilməklə, tədəbbür etməklə, tətbiq etməklə və problemlərimizi ora ərz etməklə biz rahatlıq tapa bilərik.